Bismillahirrahmanirrahim. Əziz və dəyərli müsəlman bacı və qardaşlarım, ilk öncə özümə, sonra sizlərin hər birisinə uca və böyük olan Rəbbimizdən haqq təqvası ilə qorxmağı nəsihət edirəm. Həqiqətən də Allah Subhanahu wa Taala mübarək kitabında buyurur ki, sizin ən hörmətliniz Allah Subhanahu wa Taala'nın dərgahında Allahdan ən çox qorxanınızdır. İnşallah Allah Subhanahu wa Taala'nın izni ilə bugündən etibarən hər gün tövhid başlığı altında tövhid dərslərimizə başlayırıq. Nə üçün tövhid? Məhz fiqh yox, təfsir yox, sira yox, Peyğəmbər sallallahu həyatı yox. Çünki tövhid elə bir mövzudur ki, hər bir müsəlmanın bir həyat, bir ömür boyu yaşadığı müddətdə ona həmişə lazım olacaq, həmişə təkrarlanacaq, həmişə dinləniləcək bir mövzudur. Elə bir mövzudur ki, müminin həyatıdır, müsəlmanın həyatıdır tövhid. Və hər gün tövhid başlığı altında dərslərimizə başlayacaq. Və Allah Subhanahu wa Taala dua edirəm ki, Rəbbim bu dərslərimizi İslam ümməti üçün, Muhammed ümməti üçün xeyirli, faydalı, bərəkətli dərslərdən etsin. Və hər bir müsəlmana, qardaşıma, hər bir bacıma, bu dərsləri dinləyən hər bir kəsə dəftər, qələm götürüb özü üçün qeydlər aparmağı tövsiyə edirəm. Biz hər gün tövhid başlığı altında Allah Subhanahu wa Taala'nın izni ilə isim və sifətlər tövhidinə toxunacaq. Və isim və sifətlər tövhidi ilə bağlı olan bütün məsələlərə aydınlıq gətirməyə çalışacaq. Əhl-i sünnətin etiqadı nədir isim və sifətlər tövhidində? Müxaliflərin gətirdiyi şübhələr, o müxaliflərin gətirdiyi şübhələrə cavab və s. məsələlərə Allah Subhanahu wa Taala'nın izni ilə istiva, ərş məsələsi, Allah Subhanahu wa Taala sifətləri və s. kimi, yəni isim və sifətlər tövhidində olan mühüm məqamlara, mühüm məsələlərə, əqidə məsələlərinə toxunmağa çalışacaq. Allah Subhanahu wa Taala'nın izni ilə. Kimsə deyə bilər ki, nə üçün Kamal isim və sifətlər tövhidindən başladın? Deyilir ki, alimlər deyirlər ki, elmin şərəfliyi, yəni elmin şərəfi öyrənilən şeyin şərəfindən asılıdır. Öyrəndiyin elm nə qədərdir şərəfli olarsa, bir o qədər də elmə öyrəndiyinə şərəf verər. Subhanallah lazım. Yəni, sənin öyrəndiyin o məsələ nə qədər şərəfli və dəyərlidirsə, yəni nə qədər yüksəkdirsə, qədir qiyməti öyrəndiyin o elmə, öyrəndiyinə də şərəf verərdir. Ən şərəfli elm də Allah Subhanahu wa Taala'nın dinidir. İslam dini. Bu ən şərəfli elmdir. Allah Taala'nın dini, İslam dini. O elm ki, alimlər deyirlər ki, sahibini həm bu dünyada, həm də axirətdə nə edir? Yüksəkliklərə qaldırır. Elə bir dərəcələrə ki, sahibini elə bir dərəcələrə qaldırır ki, ora nə mülk, nə güc, nə əsil nəcabət, nə də qüvvət, heç bir şey qaldırmır. Ancaq və ancaq Allah Subhanahu wa Taala o dinini, o elmini, o İslamı öyrəndikcə, Rəbbini tanıdıqca Allah Subhanahu wa Taala o insanın dərəcəsini qaldırır. Onu yüksəldir. O dərəcəyə heç bir şey qaldıra bilməz. Nə var, dövlət, nə pul, heç bir şey. Deyilir ki, o elm ki, sözdən və əməldən də öncədir. Yəni, söz söyləməkdən, əməl etməkdən nədir? Öncədir o elm. Və həmçinin deyilir ki, gizli namaz və qəlbin nədir? İbadətidir. O elm ki, söz və əməldən qabaqdır. Deyilir ki, ibadətlərin ən ucasıdır. Elmsiz deyilir ki, iman olmur. İmansız isə elm olur. Baxın, subhanallah. Elmsiz iman olmur. Amma imansız nədir? Elm olur, deyir. Nə qədər misal göstərmək olar dünyavi alimləri. Elmləri var, amma nədir? İmanları yoxdur. Ona görə deyilir ki, imansız elm ola bilər. Lakin elmsiz iman olmaz. İnsan elmi artdıqca, Rəbbini tanıdıqca, onun imanı da Allah Taala'ya nə edər? Artar. Dünyada insanlar arasında dərəcələri artır və insanlar tərəfindən deyir, sevilir. Axirətdə isə ixlasına, elmə dəvətinə görə dərəcələri nə edir? Qaldırılır. Allah Taala Bəqərə surəsində belə buyurur. Allah Subhanahu wa Taala istədiyi şəxsə hikmət, elm, mərifət, müdriklik bəxş edər. Kimə hikmət verilmişsə, bəxş edilmişsə ona çoxlu nemətlər
əbədi səadət bəxş olunmuşdur. Allahın dinində də ən şərəfli sahə, baxın, ən şərəfli dedi ki, elm Allah Taala'nın dinidir. İslam dinidir. Bunun içərisində də ən şərəflisi, ən yüksəyi, ən gözəli nədir? Allah Subhanahu wa Taala'nın isimlərini və sifətlərini etməkdir, öyrənməkdir, bilməkdir. İsim və sifətlər tövhididir. Ən şərəflisidir Allah Taala'nın dininin içərisində. Ona görə də məhz əziz müsəlmanlar, biiznillah Teala, Allah Subhanahu wa Taala'nın izni ilə isim və sifətlər tövhidinə toxunacaq. Yenə də söylədiyim kimi əziz müsəlmanlar, hər bir kəsdən qələm, dəftər götürmək, özü üçün qeydlər aparmaq, qeydlər yazmaq, ayələri, hədisləri qeyd etmək çox mühümdür. Çünki elm alan, Allahın dinini öyrənmək istəyən hər bir kəs üçün çoxlu faydalar vardır. Bizim Allah Subhanahu wa Taala'nın izni ilə İsim və Sifətlər Tövhidi adlı kitabımız var. Kimsə istəsə, internet səhifələrinə onu yükləyib, orayla izləyə bilər. Əgər kimdə yoxdursa, sadəcə dərslərdən bunları nə edə bilər? Dinləyib götürə bilər. Allah Subhanahu wa Taala dua edirəm ki, Rəbbimiz bu dərslərimizi İslam ümməti üçün, Muhammed ümməti üçün xeyirli, faydalı və bərəkətli dərslərdən etsin. Amin. Subhaneke Allahumma və bihamdik. Əşhədu ən la ilahə illə əntə. Əstəğfiruka və ətubu ileyk.